Mənim xalqım Azərbaycanım, ərinmirəm, sizlərə mən səslənirəm. Bilirəm, maraqlı deyil təşəbbüsüm, fikirlərim, amma buna rəğmən zorundayam. Hara gedirik, hara baxırıq, rəzilət baş alıb gedir, efirdə şo, çöldə şo, çoxları tutmaq üçün do edir lo. Xəyanət, zorakılıq adiləşib, şərəf vicdan ucuzlaşıb, olub heç nə. Kişilər, ustalar, şairlər gəlib getdi, kitablarca söz dedi, məsəl çəkdi, yetmədi mi? Şəhidlər sahələrcə neçə hektar yer tutub yan-yana, qazilər, xəstələr yanıb əriyir göz önündə. Bəs etmədi mi bu xərafat bizə? Gözəl xalqım Azərbaycanım mənim, çəkmirmi ruhları için, Babəkin, Nəbinin, Süleymanın. Bu nə seçim, bu nə düşüncələr? Sizdən yox, kimdən bəs nöqsən tutum gileylənim? Yetər artıq, yetişin bu haqsızlığa, ahımız olsun dağa daşa, biz odlar yurduyuq, yanan varsa bizə toxunan, daş atan olsun. Ar olsun, yoxdursa çarə, deyilmi yeri göyü yaradan Allah, bəs hansı çarəsizlik olub bizə dağ, varsa ədalət yolunda bax, sizə qurban, ihmal etməyin, küfür etmək kafirin işidir, biz isə Nəsiminin, Füzulinin sülaləsi və bizə bu həqarət əsla yaraşmaz və bizə bu həqarət əsla yaraşmaz. Yaşasın Azərbaycan!